Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. Biz mübarək Ramazan ayının birinci gün duasında belə bir cümləyə rast gəlirik ki, Allah Azze ve Celle buyurur, daha doğrusu bəndədən istəyir ki, bəndə belə desin, وَنَبِّهْنِ فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ. Məni bu gündə qafillərin yuxusundan, yəni qəflət yuxusundan oyat. Məni bugünkü gündə qəflət yuxusunda yatanların yuxusundan oyat. Yəni tənbih mənasındadır. Məni tənbih elə. Tənbih yəni oyatmaq. Bu əlbəttə şəriətdə, İslamda, dini mətnlərdə bir çox yerdə bu barədə məsələlər qeyd olunub və insanlara çatdırılır ki, insanlar gərək həyatı boyu qəflət etməsinlər. Misal üçün, bu hədislərdən birində İmam Əli əleyhissalam buyurur ki, vay hənnəimi, vay olsun yatan halına, qəflətdə olan halına, mə əxsərəhu, nə ziyankar bir kəsdir, nə xəsarət edib bu adam. Qasura, umruhu və qallə əcruhu, ömrü qısalıb və əcri də azalıb, mükafatı azalıb. Burada ömrü qısalmaq ola bilər bu mənada olsun ki, bəzi məsələlər var, məsələn, sədəqə verəndə hədislərdə var, insan ömrü uzanar. Bəzi məsələlər ola bilər ki, insanın ömrünün qısalmasına səbəb olar, bəzi günahlar. Mümkündür, o amillərdən biri də qəflətdir. Həm bu mənada ola bilər, ömrü qısaldır. Həm də bu mənada ola bilər ki, məsələn, bir insan əgər 70 yaşındadır, əgər 50 yaşına qədər, məsələn, namaz qılmayıb, oruç tutmayıbsa, qəflətdə olubsa, qafil olubsa, 50 yaşından sonra Allah lütf edib, tövbə edib, gəlib ibadətə 70 il yaşayıb, 20 il də yaşayıb. Həmin o 20 il onun bəndə olaraq ömründən sayılır və bu da qısadır. Qalan 50 ili sanki zay etmiş kimidir. Bu mənada qəsd edilə bilər. Bu rivayət Uyunul Hikəm vəl Məvaiz kitabında gəlib, 504-cü səhifə, hədisin rəqəmi 9239. Həmçinin İmam Əli əleyhissalam başqa bir rivayətdə qeyd olunur ki, buyurur ki, mən nəmə ən əduvvihi ənbəhəthul məkəyid. Deyir, hər kəs düşməninin müqabilində qəflətdə olsa, onu hilələr oyadar. Yəni, onu hilələr tənbih edər. Düşmənin hilələri, ona vurduğu zərbələr onu qəflətdən oyadar. Odur ki, insan gərək düşmənin müqabilində qəflətdə olmasın. Necə deyərlər, bizdə bir atalar misalı var, itlə dostluq elə, çomağı əlindən qoyma. Düşmənlə hətta sən vuruşmasan da belə, sənə nə qədər yaxınlaşsa belə, gəl məsələləri araşdıraq, müzakirə eləyək, nə eləyək, bu cür hilələrlə səndən nəsə qopartmağa çalışsa belə, razılaşsan da ehtiyatı əldən vermə. Və bizim atalar məsəli, bir çox atalar məsəli mənim fikrimə görə, yəni belə gəldiyim qənaətdir ki, elə kökü hədislərə gedib çıxır, mübarək mətnlərdə kökü var. Ola bilər Sovet vaxtı din hədis adı ilə bunu qoymayıblar yaymağa, amma hikmətli olduğuna görə atalar sözü adı ilə qeyd olunub. Quran ayəsinə biz nəzər saldıqda görürük ki, Allah Azze ve Celle əduv sözünü həm də şeytan barəsində işlədir və bunu mubin şeytan və bunu mubin əduv adlandırır, açıq-aşkar bir düşmən. Yasin surəsi 60-61-ci ayələr, ey kaş bunu məclislərdə, məclis aparan ruhanlar, mollalar bunu Yasin oxuyanda bunun tərcüməsini heç olmasa bircə bu ayəni, bu iki ayəni oxuyub insanlara bu barədə danışsınlar. Əuzu billahi minəşşeytanirracim, bismillahirrahmanirrahim, ələm əhəd ileykum ya bəni Ədəmə, əllə tə'budu şeytanə, innəhu ləkum aduvvun mubin. Mən sizinlə əhd etmədimmi, ey Adəm övladları ki, şeytana ibadət etməyin, o sizin açıq-aşkar bir düşməninizdir. Və növbəti ayda buyurur ki, və ənə abuduni, və sizə demədimmi ki, əhd etmədimmi ki, mənə ibadət edin, həzə sıratun müstəqim, bu doğru yoldur. Allah Azze ve Celle göstərir ki, şeytan əduvvun mubindir, açıq-aşkar bir düşmən. Yəni, düşmən var, gizlidir, münafiqdir məsələn. İçdə deyir ki, mən İçdə münafiqdir, kafirdir, üzdə özünü müsəlman kimi göstərir. Buna deyirlər münafiq. Amma bu şeytan açıq-aşkar bir düşməndir. Təəssüflər olsun ki, bu düşmənin tələsinə, bu düşmənin toruna tez-tez düşürük. Elə mübarək Ramazan ayının özündə də nə qədər insanlar var, qafildilər. Bu ayın bərəkətindən özlərini məhrum eləyiblər.
Bir ay müddətində eşidirlər, görürlər oradan buradan dindarlarla rastlaşırlar, bilirlər mübarək Ramazan ayıdır, eşidirlər məscidlərdə məsələn ya internetdə, sosial şəbəkələrdə görürlər Qədir gecələr mərasimləri paylaşılır, qeyd edilir. Amma təəssüflər olsun ki, bir ay müddətində oyanmırlar və həmin ayı duasız, istiğfarsız, oruçsuz, namazsız hədər edirlər. Mən qəflət barədə bir hadisə qeyd edim. Deməli, bir dəfə bir taksi sürücüsündən hal-əhval tuturdum. Dedi ki, halım pisdir, açıq-aşkar dedi. Kasıbçılıqdır, iş yoxdur, güc yoxdur, maşınım xarab olur, düzəldə bilmirəm. Bu cür başladı danışmağa. Mən ona dedim ki, sənə bir xəbər verim, bəlkə də bilirsən. Dedi. Dedim, sən bilirsən, Səudiyyə Ərəbistanının kralı Abdullah bütün ölkənin kralıdır. Sərvəti var, var-dövləti var. Ağciyər xərçəngindən öldü. Müalicə edə bilmədilər. Yəni dövlətin böyüyüdür, bir nömrəli adamdır, kraldır, pulu var, sərvəti var, amma çarəsi olmadı. Sən o ölən vaxtı həmin anda və indi də sağ-salamatsan. Ona dedim ki, sən Saudiyanın kralından varlısan. O neməti Allah sənə əta eləyib saf-sağlam. Bədənin var, səhhətin yerindədir, amma onda bu cür deyildi. Və nə qədər insanlar var, sən sağlam yaşadığın halda onlar sağlam yaşamırlar, xəstəxanalardadırlar. Məsələn, əzab çəkirlər, bədənləri ağrıyır, amma sən sapa-sağlam gəzirsən, istədiyin yerə gedirsən, danışan dilin, əlin, ayağın hamısı yerində, amma naşükürlük edirsən. Ola bilər müəyyən problemlər var, çətinliklər var, onu həll etmək olar müəyyən bir yollarla, amma bütün bu xırda bir problemdir, müşküldür, sənin qabağına çıxıb, bunun müqabilində o qədər Allah sənə nemətləri əta eləyib. Rahat gəzirsən, gözün görür, əlin ayağın işləyir, heç kəsə möhtac deyilsən bu mənada, sapa-sağlamsan, heç olmasa bu nemətlərə görə də şükür elə. Yəni insanları qəflətdən oyatmaq lazımdır, insanlara demək lazımdır. Bu insan qəflətdədir, mən ona Allahın bir nemətini xatırlatdım, həmin o sağlamlıq neməti. Necə ki, Quran-ı Kərimdə Allah Azza və Cəllə Duha surəsində 11-ci ayda buyurur ki, وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ Rəbbivin neməti ilə danış, Rəbbivin nemətindən danış onlara. Nemətləri xatırlatmaq lazımdır insanlara. Xatırladanda başlayırlar şükür eləməyə. Həqiqətən də o insan elə bir əhval-ruhiyyədə idi ki, əhvalı çöndü, dəyişildi. Başladı ki, düzdür. Bu bir sağlamlıq nemətdir. Özü sağlam, ailəsi sağlam, uşaqları, övladları və başladı şükür etməyə. Yəni problemlər varsa da bizim əqidəmiz vəhabilər kimi deyil. Ancaq insanlara de ki, şükür elə, deyinmə, şikayət eləmə, heç onu eləmə, bunu eləmə olmaz, şükür elə, naşükürlük eləmə, yox. Biz deyirik şükür elə, şükürün müqabilində sənin haqqın qəsb edilibsə, sənə zülm olunubsa, onun da müqabilində müvafiq orqanlara müraciət edib öz haqqını tələb edə bilərsən. Amma vəhabilərdə bu cürdə, onlar deyirlər ki, heç nə danışmaq olmaz, danışsan xəvaricsən, pis insansan, naşükür bəndəsən, sənə o nemət ki, çatmalıdır, çatmırsa, sənə çatsa azardın və s. Bu cür başlayırlar insanların haqqında bədgümanda olmağa. Mübarək Ramazan ayının 2-ci gün duasında da gözəl bəzi nurani məqamlar var. Demək olar elə dua başdan ayağa nuranidir. Allahümmə qarribni fihi ilə mərdatikə. İlahi məni bu gündə öz rizayətvə yaxınlaşdır. Və cənnibni fihi min səxatikə və nəqimətikə. Və bu gündə öz qəzəbindən və intiqamından məni çəkindir. Və vəffiqni fihi li qiraəti əyətikə. Məni bu gündə öz ayələrvi qiraət etməyə müvəffəq elə. Bi rəhmətikə ya ərhəmər rahimin. Ey rəhimlərin ən rəhimlisi. Doğrudan da və vəffiqni fihi li qiraəti əyətikə mühüm bir nöqtədir. İnsanlar var, vallahi hətta dindardırlar, hətta oruç tutandılar, amma bu ayda, bu günlərdə qismət olmur onlara ki, Quran-ı Kərimi oxusunlar. Bunun özü böyük bir tövfiqdir. Və məni bu ayda, bu gündə öz rizayətvə yaxınlaşdır. Day bundan gözəl nə ola bilər ki? Elə bir rizayət ki, o olmasa bütün əməllər puçdur. Əməllərin dəyər ölçüsü niyyətdir. İxlasdır, qurbətən illallahdır. Yəni Allah rızası üçün iş görmək. Allah rızasını yox, başqa bir kəsin əhsənini, rizasını, afərini umsan, iş görsün, o işin heç bir faydası yoxdur. O işi puç eləməsən. Əməllərin dəyər ölçüsü onun keyfiyyəti, onun kəmiyyəti ilə deyil. Bir nəfər ola bilər, bir insana 100 manat ehsan eləsin, biri 1 manat ehsan eləsin, biri özünü göstərməklə etsin, 100 manat verən onun əməlinin heç bir faydası olmadı. Bəli, verdiyi insan o nemətdən istifadə edəcək, onun dərdinə o pul dəyər. Amma özü heç bir savab əldə etmir, bəlkə günah edir. Amma 1 manat verən şəxs həm qarşısındakı insana 1 manatlıq xeyir verir, həm də
savab qazanır. Allah rızası üçün iş görür və elə o da qəbul olur. Və sonra deyir ki: "Və cənnibni fihi min saxatika və naqimatik." Öz intiqamından və qəzəbindən məni uzaqlaşdır. Allahdan bəndə istəyir ki, mənimlə ilahi ədalətinlə rəftar etmə. Onsuz ədalətinlə rəftar etsin, hər günahım üçün bir bəla gəlsə məhv olub gedərəm. Hər günahım üçün qəzəblənsən məhv olub gedərəm. Mənimlə rəhmətinlə, o rəhmətin ki, ötüb keçib ədalətli, o rəhmətin ki, bəndələrlə rəhmətlə rəftar edirsən, mənimlə də, mən də qat o bəndələrin siyahısında mənimlə də öz rəhmətinlə rəftar elə, məndən intiqam alma. Allah Azza və Cəllə bizi onun rızayəti üçün iş görənlərdən qərar versin, onun qəzəb və intiqamından uzaq olanlardan qərar versin və bu günlərdə Quran oxuyanlardan qərar versin, oxuyub, düşünüb və əməl edənlərdən qərar versin. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.